Gənc ailələrin mənzil problemi yaxın gələcəkdə həll olunacaq. Bununla bağlı tədbirlər planı hazırlanıb. Onlara sosial yönümlü evlərin verilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Ətraflı Vüsalə Xan Məmmədqızının reportajında. Azərbaycanda gənc ailələrə sosial yönümlü evlərin verilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Milli Məclisin Gənclər və İdman Komitəsində hazırlanan qanun layihəsinin icra mexanizmi araşdırılır. Prosesdə daha çox Skandinaviya ölkələrinin təcrübəsi öyrənilir. Burada gənclərin mənzil problemi 1 milyon məqsəd layihəsinin həyata keçirilməsi ilə həll olunub. Yəni dövlət 1 milyon mənzil tikərək gənclərə uzun müddətli kirayə verib. Gənc ailə heç bir ilkin ödəniş etmədən ayda kiçik məbləğ vəsait ödəməklə müəyyən müddətdən sonra evin sahibinə çevrilir. İlkin olaraq qanunvericiliyə sosial evlər anlayışının daxil edilməsi nəzərdə tutulur. Mənzil sahəsini araşdıran mütəxəssis Ramin Osmanlının fikrincə, gənc ailələrin mənzil probleminin həllində mənzil fondunun yaradılması mühüm rol oynaya bilər. Dövlət büdcəsindən hər il müəyyən məbləğdə vəsait ayrılmalıdır və həmin vəsaitlər hesabına mənzillər tikilməlidir. Bu mənzillər tikilib başa çatdıqdan, təmir olunduqdan sonra sosial kirayə və sosial satış məqsədi ilə vətəndaşlara təşrif oluna bilər. Sosial mənzil fondunun yaradılmasına hökumət, deyək ki, ildə mən elə düşünürəm, 200 milyon, 150 milyon, bəlkə biraz daha çox vəsait ayıra bilər. Qanun layihəsinin Milli Məclisin növbəti iclaslarında müzakirəyə çıxarılması planlaşdırılır. Layihə çərçivəsində gənc və gənc ailələrin yaş məhdudiyyəti, eyni zamanda gənc ailə termininin mahiyyəti də dəqiqləşdirilməlidir. Çünki hazırda Azərbaycan qanunvericiliyinə uyğun olaraq gənc yaşı 29-a qədər olanlara, gənc ailələr isə yaşı 35-ə qədər olanlara deyilir. Amma yanaşma fərdi olmalıdır. Çünki ola bilsin ki, insanlar 35 yaşda evləniblər. Amma proses təzəliklə baş verdiyindən onları da gənc, yəni yeni ailə adlandırmaq olar. Sosial evlərə hüququ olanların qruplara bölünəcəyi də nəzərdə tutulur.